Məlikova Nigar Azərbaycan Respublikasının əməkdar artisti, Bakı Musiqi Akademiyasının baş müəllimi. İkinci beynəlxalq Rast Music konferans təşkilatçılarına öz təşəkkürümü bildirmək istəyirəm və bütün iştirakçılara uğurlar arzu edirəm. Bugünkü təqdimatım Azərbaycan Respublikasının xalq artisti, görkəmli opera müğənnisi Professor Xuraman Qasımovanın Türkiyə Respublikasındakı fəaliyyət dövrünə həsr olunmuşdur. Beləliklə, bildiyimiz kimi, Azərbaycan və Türkiyə dövlətləri arasında mədəni əlaqələrin yaranmasında müxtəlif sahələrdə fəaliyyət göstərən incəsənət nümayəndələrinin mühüm rolu olmuşdur. Azərbaycan müstəqilliyinin ilk illərində incəsənət sahəsində çalışan sənətkarların Türkiyə Cümhuriyyətində fəaliyyət göstərməsi hər iki dövlət arasında mədəni bağlılığın yenidən dirçəlməsinə səbəb olmuşdur. Görkəmli opera müğənnisi, xalq artisti Professor Xuraman Qasımovanın zəngin və hərtərəfli yaradıcılığında Türkiyə Cümhuriyyətində fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Xuraman xanımın bacısı, tanınmış opera ifaçısı, Azərbaycan və SSR xalq artisti Professor Fidan Qasımova isə 1992-ci ildən Türkiyə Cümhuriyyətində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1994-cü ildən isə opera səhnəsində çox saylı obrazlar yaradan Xuraman Qasımova Türkiyəyə dəvət olunmuş və İstanbul Universitetinin nəzdində yerləşən konservatoriyada 1997-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Tədqiqatın məqsədi Xuraman xanımın Türkiyədə pedaqoji və ifaçılıq fəaliyyəti gənc kadrların hazırlanmasındakı əhəmiyyətidir. Onun klassik ənənələrə əsaslanan professional akademik vokal təhsili alması, gözəl səsə malik olan türk gənclərinin məhz bu ənənələrə əsaslanan ifalarının formalaşmasında mühüm rolu olmuşdur. Xuraman xanım müsahibə zamanı bildirir ki, onun dərs metodikası Türkiyədəki tədris olunan musiqi təhsilindən tamamilə fərqlənirdi. O, pedaqoji fəaliyyətində Avropa Vokal Məktəbi ənənələrinə əsaslanan tədris üsullarından istifadə etmişdir. Metodikasında səsin nəfəs üzərində qurulması, düzgün istifadə edilməsinə çox böyük diqqət yetirirdi. Xuraman xanımın türk vokal ifaçılarını formalaşdırmaq məqsədi ilə vokal məşğələləri hazırlayır və onların səslərinə düzgün çalışdırılmasına və inkişafına xüsusilə diqqət yetirirdi. Xuraman Qasımovanın vokal üzrə tədris proqramının professional tələblərə uyğun olaraq yenidən tərtib olunmasına nail olmuş və bu zaman tələbənin mərhələli şəkildə ifaçılıq bacarıqlarının formalaşdırması metoduna əsaslanmışdır. Gənc tələbələrin səslərinin hədsiz dərəcədə mürəkkəb proqramla yüklənməsinin onların səs tellərinə mənfi təsir etdiyini müşahidə etmiş və bunun gələcəkdə ciddi fəsadlara səbəb olacağını bildirmişdir. Qısa müddət ərzində Qasımova bacılarının metodikası hamını maraqlandırmağa başlayır və hər kəs İstanbulda Kadıköy konservatoriyasında Azərbaycandan olan iki sənətçinin mükəmməl gənc vokal ifaçılar yetişdirdiyindən bəhs edir. Beləliklə, İstanbul Opera Teatrı həmin gənc tələbələrlə maraqlanmağa başlayır. Azərbaycanda bəzən yaxşı ifaçını tələbəlik illərində işə dəvət edirlər, amma Türkiyədə belə asanlıqla işə düzəlmək mümkün deyildir. Türkiyədə tələbələrə işləmək üçün nazirlik tərəfindən xüsusi icazə verilməlidir. Xuraman və Fidan Qasımovalar hökumətə xüsusi bir məktubla müraciət edərək yaşa dolmuş və səs imkanları zəifləyən kadrların teatrda gənc ifaçılarla əvəz olunmasının vacibliyini vurğulamışdır. Həmin dövrdə Türkiyə Cümhuriyyətinin baş naziri Tansu Çiller məktubu diqqətə saxlayaraq problemin həll edilməsinə çox böyük köməklik edir. Beləliklə, yetişdirilən gənc kadrlar opera teatrına dəvət olunur və solist kimi işə götürülürdülər. Xuraman xanım bu hadisəni Türkiyənin hökuməti tərəfindən xüsusi hörmət və rəğbətlə qarşılanmasını, onların sənətinə və pedaqoji fəaliyyətinə verilən yüksək dəyərlə əlaqələndirir. Xuraman Qasımova Türkiyədə akademik vokal ifaçılıq ənənələrinin yaranması istiqamətində yeni tədris metodikası yaratmış
və səs üzərində olan çalışmalara xüsusən diqqət yetirmişdir. Onun metodikasının əsasını səsin qorunması və vokal ifaçısının öz səsini rahat şəkildə inkişaf etdirməsi, əsas da metodikasında idman hərəkətləri vasitəsilə səsə güc verilməsi və inkişafı daha çox böyük maraq səbəb olmuşdur. Bu zaman səs düzgün inkişaf edərək nəfəsin düzgün götürülməsi formalaşmağa başlayır. Xurama xanım həm Azərbaycanda, həm Türkiyədə bu metodikadan istifadə etmişdir. Avropa professional oxuma tərzinə malik olan və milli vokal ifaçılıq məktəbinin ənənələrini qoruyub saxlayan Xurama xanım Türkiyədə də vokal sənətinin formalaşmasında və inkişafı yolunda qədəmlərini atmağa mühüm rol oynamışdır. Xuraman və Fidan Qasımova bacıları Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, eyni zamanda müxtəlif şəhərlərdə təşkil olunan konsert proqramları ilə də çıxış etmişlər. Müxtəlif silsiləli konsertlər 1990-cı, 1992-ci və 1994-cü ildə İstanbulun tanınmış Camal Rəşidli konsert salonunda pianoçu Fərhad Bədəlbəli ilə keçirdiyi solo konsert proqramları əsasən tamaşaçıların diqqətini cəlb etmiş və böyük rəğbətini qazanmışdır. Professionallıq, ustalıq nümayiş etdirən müğənnilərin ifasında yüksək mədəniyyət, çox böyük intellekt, zövq, temperament hissi olurdu. Görkəmli sənətkarların Camal Rəşid Rey səhnəsindəki çıxışları və bir çox bəstəkarların repertuarlarına müraciət etmələri, proqramın rəngarəngliyi türk tamaşaçıları tərəfindən çox böyük rəğbətlə qarşılanmışdır. 1991-ci ildə Nail Qabaqçının İstanbul şəhərində təşkil etdiyi konsert Xuraman xanımın professional ifası sayəsində çox böyük uğur qazanmışdır. İstanbulun iri həcmli Alarka salonunda baş tutan konsertdə Azərbaycan və türk bəstəkarlarının əsərləri, Azərbaycan xalq mahnıları, romanslar, eləcə də Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilmişdir. Maraqlısı budur ki, pianoçu, tanınmış Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli özünün bəstələdiyi əsərini, Dəniz əsərini ilk dəfə türk tamaşaçılarına təqdim etmişdir. Bu konsertdə həmin dövrdə Türkiyəyə rəhbərlik edən Turqut Özal və xanımı iştirak etmiş və Xuraman xanımın sənətinə olan maraqlarını nümayiş etdirmişlər. Xuraman və Fidan Qasımovaların Türkiyədə verdikləri maraqlı konsertlərindən biri də 1998-ci ilə aiddir. İstanbulun Atatürk Kültür Mərkəzində təşkil olunan konserti iki hissədən ibarət olmuşdur. Konsertin birinci hissəsində klassik opera əsərlərindən parçalar ifa olunmuşdur. İkinci hissəsində isə Azərbaycan, türk və rus bəstəkarlarının əsərləri türk dinləyicilərə çatdırılmışdır. Xuraman xanımın ifasını Tofiq Kuliyevin və Fərhad Bədəlbəlinin əsərləri çox böyük maraqla qarşılanaraq tamaşaçıların zövqünü oxşamışdı. Konsertin birinci hissəsində görkəmli ifaçıları tanınmış pianoçu Elizabeth Di Stefano, ikinci hissəsində isə Azərbaycan pianoçusu, məşhur pianoçu Murad Adıgözəlzadə müşayiət etmişdir. Qasımov bacılarının birgə çıxış etdiyi bütün konsertlərdə rəsmi dövlət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Türkiyədəki səfiri, İstanbulun baş konsulu və digər rəsmi nümayəndələr iştirak etmişlər. 1998-ci ildə baş tutan konsert İstək Vakfının başqanı Bədrəddin Dalanın köməyi ilə təşkil olunmuşdur. Ümumiyyətlə, Xuraman Qasımovanın Türkiyədəki səfərləri davamlı olmuşdur. Xüsusilə Azərbaycanın müstəqillik əldə etdikdən sonra iki dövlət
Türkiyə və Azərbaycan arasında olan dostluq münasibətlərinin yaranması və formalaşması bu görkəmli sənətkarın da fəaliyyətinə öz təsirini göstərmişdir. İstanbul və Viyana universitetlərinin musiqi estetikası üzrə professor İsmail Qunali öz təəssüratlarını bölüşərək bildirmişdir. Xuraman xanımın sənəti ilə tanış olmaq mənə böyük zövq verdi. O, ən gözəl təriflərə layiq bir sənətkardır. Maraqlı konsert proqramlarından digəri 2003-cü və 2006-cı il tarixlərində Ankaranın Bilkent konsert salonunda Bilkent Simfonik Orkestrinin müşayiəti ilə keçirilmişdir. Həmin konsertdə Fidan və Xuraman Qasımov bacıları Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət geniş proqramla çıxış etmişlər. Qeyd edək ki, tanınmış viola ifaçısı professor Sərvər Qaniyev uzun illər boyu Türkiyədə çalışmış və Bilkent Simfonik Orkestrində fəaliyyət göstərmişdir. Qasımov bacılarının Bilkent konsert salonundakı keçirdikləri bu konsertdə məhz orkestrə Sərvər Qaniyev dirijorluq etmişdir. Bilkent Simfonik Orkestrində çalışanların əksər hissəsi Azərbaycandan Türkiyəyə köçüb burada məskunlaşan və fəaliyyət göstərən musiqiçilərdən ibarət idi. Bu simfonik orkestrin hər biri konserti uğurla keçərək tələbkar türk dinləyiciləri tərəfindən məmnunluqla qarşılanırdı. Qısa zaman ərzində orkestr yalnız Türkiyədə deyil, eləcə də bir çox Avropa ölkələrində müvəffəqiyyətlə çıxış etmiş və musiqiçilərin böyük rəğbətini qazanmışdır. Ümumiyyətlə, Xuraman Qasımovanın həm Fidan Qasımovanın istedadı, ifaçılıq sənəti Türkiyədə həmişə sevilmişdir və hər iki ifaçının Türkiyə Respublikasında çox saylı pərəstişkarları vardır. Türkiyədə davamlı olaraq konsert fəaliyyəti ilə məşğul olmalarına baxmayaraq, onların hər bir çıxışı tamaşaçıların böyük marağı ilə qarşılaşmışdır. Həm Xuraman xanım, həm Fidan xanımın fəaliyyəti Türkiyə hökuməti tərəfindən yüksək dəyərləndirilərək Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən Atatürk Çocukları adlı mükafata təqdim edilmiş və hər ikisi bu xüsusi mükafata layiq görülmüşlər. Eləcə də Xuraman xanım və bacısı Fidan xanımın illər sonra İstanbul Universitetinin fəxri akademik adı ilə təltif olunması Azərbaycan xalqı üçün daha bir qürurlu hadisədir. Görkəmli ifaçı ilk dəfə Türkiyədə 1983-cü ildə İstanbul festivalında iştirak etdiyini bildirmişdi. Belə ki, o zaman Sovetlər Birliyinin tərkibində olan Azərbaycandan Türkiyəyə konsert verməyə göndərilən müğənnilərin sırasında Xuraman Qasımova da olmuşdur. Festival çərçivəsində Ankara şəhərində Xuraman xanım tanınmış opera müğənnisi Lütfiyar İmanovla birlikdə Üzeyir Hacıbəylinin Arşın Malanan operettasında çıxış etmişdir. Həmin tamaşada Xuraman xanım Gülçöhrəni, Lütfiyar İmanov əskəri, digər partiyaları isə türk ifaçıları ifa etmişdilər. Arşın Malalanın bir dəfə ifa olunması nəzərdə tutulsa da, tamaşanın türk tamaşaçıları tərəfindən həddindən artıq çox bəyənilməsi nəticəsində 3 dəfə səhnəyə qoyulur. Xüsusilə qeyd etmək istərdim ki, Ankarada Giuseppe Verdi'nin Aida operasında Aida obrazının türk ifaçıları ilə birlikdə ifasının uğurlu olması Xuraman Qasımovaya daha bir yüksək nailiyyət gətirmişdir. Belə ki, 95-ci ildə noyabr ayında Xuraman Qasımovanın Ankara şəhərində Giuseppe Verdi'nin Aida operasındakı baş qəhrəmanı ifa etməsi Türkiyənin mədəni həyatında böyük bir hadisə kimi qiymətləndirilmişdir. Xuraman Qasımovanın bu operada Ankarada keçirilən qastrol səfərləri çərçivəsində çıxış edərək mükəmməl soprano səsinə malik olması və gözəl səhnə texnikası ilə Aida obrazının daxili aləmini, onun faciəvi taleyini dərindən açmağa nail olmuşdur. Qasımova digər bir faktı xatırladaraq, Türk opera ifaçısı Leyla Gəncərlə görüşməyini və Türk vokal ifaçılarının yetişdirilməsi istiqamətində onunla söhbətlər apardığını bildirmişdir.
Xuraman xanımla tanış olan ərəfədə Leyla Gəncər İtaliyada La Scala Opera Teatrında gənc solistlər qrupuna rəhbərlik edirdi və vokal sahədə böyük təcrübəyə malik idi. Vokalçıların Türkiyədə təşkil olunan müsabiqəsində onlar daha yaxından tanış olub, gənc vokalçıların yetişməsinə lazım olan bilikləri ilə bir-biri ilə bölüşmüşlər. Müsahibə zamanı Xuraman xanım Leyla Gəncərlə olan fotosuna baxaraq çox gözəl təəssüratlarını bölüşür və bu böyük sənətkarın Türkiyə vokal sənətinin dünya səviyyəsində tanınmasındakı əhəmiyyətini vurğulayırdı. Maraqlısı budur ki, həmin müsabiqədə Leyla Gəncər Türkiyədə fəaliyyət göstərən Xuraman xanımın yetişdirdiyi tələbələrin ifasını eşidəndə ona çox böyük maraq oyanmış və o Azərbaycan opera ifaçısı ilə şəxsən tanış olmaq istəmişdir. Beləliklə, ilk dəfə səhnə arxasında görüşən iki böyük sənətkar arasında səmimi dostluq münasibətləri yaranmışdır. Xuraman Qasımova Leyla Gəncərə öz tədris metodikası haqqında məlumatlar vermiş və Azərbaycan musiqi sənətinə, vokal ifaçılıq sənətinin inkişaf yollarından bəhs etmişdir. Eyni zamanda öz pedaqoji təcrübəsinə əsaslanaraq Türkiyədə vokal sənətinin inkişafına öz köməyini göstərəcəyini Leyla xanıma bildirmişdir. Xuraman Qasımovanın Türkiyə fəaliyyəti onun yaradıcılığının ən zəngin dövrü olmaqla yanaşı, sənətkarın vətənindən kənarda uzun müddət yaşayaraq fəaliyyət göstərdiyi dövr kimi də səciyyələnə bilər. Görkəmli sənətkar burada müəyyən dövr ərzində fəaliyyət göstərməsinə baxmayaraq, o sonraki illərdə də Türkiyədə konsert proqramı ilə çıxışı etməyə gedərkən vokal ifaçılıq təhsili və maraqlandığı və hər zaman türk vokal ifaçılarına öz tövsiyələri ilə dəstək olduğunu bildirmişdir. Hazırda Üzeyir Hacıbeyli adına Bakı Musiqi Akademiyasında solo oxuma və vokal kafedrasının müdiri vəzifəsində işləyərək pedaqoji fəaliyyətini davam etdirən Xuraman Qasımova Türkiyədə çalışdığı illəri yaradıcılıq yolunun mükəmməl dövrü kimi dəyərləndirir. O qeyd edir ki, dünyanın bir çox ölkələrində çoxsaylı uğurlu konsertlər vermiş və hər zaman dinləyicilər tərəfindən sevinclə qarşılanmışdır. Hər dəfə də xarici dövlətlərdə uğurlu çıxışlardan sonra ona burada qalıb pedaqoji fəaliyyəti davam etdirməyi təkidlə xahiş etsələr də, Xuraman xanım yalnız Türkiyədə pedaqoji fəaliyyət göstərməyə həvəslə razı olmuşdur. Bunun isə əsas səbəbini Xuraman xanımın Türkiyəyə olan dərin sevgisi ilə izah etmək olar. Görkəmli sənətkar Türkiyədə klassik ənənələrə əsaslanan professional təhsilin formalaşmasına təsir göstərdiyini vurğulayaraq, orada keçirdiyi illəri və pedaqoji fəaliyyətini hər zaman xoş təəssüratlarla xatırlayır. Hi friends, let me introduce myself. My name is Xuraman Qasımova. I'm opera singer from Azerbaijan. Hamınızı salamlayıram, əziz dostlarım. Mən opera müğənnisi Xuraman Qasımova buradan Azərbaycandan öz Türk həmkarlarımı salamlayıram ilk öncə. Çünki bu xüsusi çəkiliş mənim oradakı arkadaşlarım içindir, tələbələrimiz içindir. Bir neçə il biz orada çalışmışıq, daha doğrusu 6 il və mən çox şadam ki, bugünə qədər orada məni tanıyan, məni və mənim böyük bacımı Fidan xanımı tanıyan insanlar az deyirlər. Bugünə qədər bizimlə məktublaşırlar. Hamınızı salamlayıram, əziz dostlarımız, əziz öğrencilərimiz və yeni ildə sizə çoxlu uğurlar, nailiyyətlər arzu edirik. Hoşça kalın.